Papatya, həyatın incə səsi qədim Azərbaycanın geniş dərələrində, dağların sərin və əzəmətli qoynunda, axan çayların sədası ilə nəbz tutan, ucsuz-bucaqsız düzənliklərin arasında yerləşən Gülçay kəndi min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun ən dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarını və köhnə evlərin divarlarını oyadır, torpağın özünə məxsus zəngin ətrini insanlara təqdim edirdi. Lakin bu gözəlliyin yanında kənd sakinlərinin qəlbindən bəzən itirilmiş ümidin, kədərin və sarsılmış nəzarətin ağır yükü də vardı. Gülçay kəndinin sakinləri üçün ən qiymətli sərvət maddi zənginlik yox, atalarının buraxdığı dəyərlər idi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Nəsildən nəsilə ötürülən bu müqayisə olunmaz dəyərlər hər kəsin ürəyində dərin izlər buraxır, həyatın hər çətinliyini sevgi və inamla qarşılamağa səbəb olurdu. Kəndin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı olan Murad, uşaqlıqdan bəri kəndin dar daş yollarında, köhnə evlərin səssiz divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə belə deyirdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o qızıl səs bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inamın və gələcəyə dair böyük arzuların toxuması kimi dərin izlər buraxmışdı. Zaman keçdikcə həyatın təbii dövranı kəndin hər küncündə, hər daşında öz əksini tapırdı. Lakin son zamanlarda kəndin bəzi sakinləri həyatlarında nəzarəti itirmiş, qəlblərində isə sanki soyuq və qaranlıq bir boşluq yaranmışdı. Murad da bu hissləri yaşamış, keçmişdəki ağır itkilərin, unudulmuş xatirələrin və sarsılmış ümidin ağırlığını dərin düşüncələrində hiss etmişdi. O, öz təsərrüfatını və həyatını qaydaya salmaq, qəlbindəki o müqayisə olunmaz işığı yenidən tapmaq üçün iç dünyasına səyahətə çıxmağa qərar verdi. Bir bahar səhəri Murad atı Əqürur Əğun üzərində yola çıxdı. O, günəşin ilk şüaları ilə dağların sərin havasını dərindən içinə çəkərək, kəndin uzaq dərələrinə doğru sürətli addımlarla getdi. Hər addımında qürurun ritmi ilə o, həyatın incə sirlərinin, torpağın, dağların və axan çayın danışdığı hekayələri dinləyirdi. Kəndin dar daş yolları sanki keçmişin ağır xatirələrinin, unudulmuş arzuları və sarsılmış ümidləri özündə saxlayırdı. Lakin Murad, atalarının eşq dolu nağıllarını və qəlbində yanan o qızıl səsi, müqayisə olunmaz ümid işığını itirmədən hər addımda yeni başlanğıclar yaratdığını hiss edirdi. Yol boyu Murad müxtəlif kəndlərdən keçdi. Bir kənddə gənc qadınların evlərin önündə toplanaraq atalarının nağıllarını və keçmişin dərslərini paylaşması, başqa bir kənddə isə qoca kişilərin günəşin batdığı zaman bir araya gələrək acı xatirələri və sarsılmış ümidləri danışması, onun qəlbində dərin izlər buraxdı. Hər bir bu görüş ona həyatın nə qədər zəngin və mürəkkəb olduğunu, hər kədərin içində, hər acının ardında yeni ümid işıqlarının gizlənmiş olduğunu bir daha xatırlatdı. Muradın yolculuğu yalnız fiziki səyahət deyildi, o, öz iç dünyasında da dərin bir inkubasiya prosesi keçirdi. Gecələr ulduzların sönük işığında, qoca evlərin divarlarında, qaranlıq meşələrin arasında oturub öz keçmişini, itkilərini və sarsılmış ümidləri düşündü. O, həyatın hər anın nəzarətin itirildiyi an kimi görünə bilər, lakin hər bir itki içimizdə yeni ümidlər, yeni başlanğıclar doğurur, deyə öz-özünə düşündü və qəlbində sarsılmaz bir qərara gəldi. O, yalnız yolçuluq etməklə kifayətlənməyəcək, həm də həyatının öz içindəki səsi dinləyərək yeni ümid işıqlarını tapacaq, itirilmiş nəzarəti yenidən qazanacaqdı. Bu dərin səyahət onun üçün yalnız öz həyatında deyil, həm də kəndin ruhunda dəyişiklik yaratdı. Murad qayıtdıqdan sonra kəndin bütün sakinləri ilə bir araya gələrək Qəlbin Səsi adlı bir layihə başlatdı. Layihənin məqsədi hər kəsin öz qəlbində yanan itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən taparaq atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində canlandırmaq idi. İclasda Murad səmimi və dərin səs tonunda belə dedi: "Əziz dostlar, həyatımız bəzən nəzarəti itirdiyimiz, hər şeyin qarışıqlığa çevrildiyi anlarla doludur. Lakin unutmayaq ki, hər acı, hər kədər içimizdə yeni ümidlər doğurur. Biz atalarımızın eşq dolu nağıllarının, onların bizə buraxdığı dəyərləri xatırlayaraq itirilmiş nəzarəti yenidən qazanmalıyıq. Qəlbimizdə yanan o qızıl səs, müqayisə olunmaz ümid işığı, bizi hər zaman doğru yola yönəldir."
Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu və Qəlbin Səsi layihəsi kəndin mədəni həyatında böyük dəyişikliklərə səbəb oldu. Kəndin gəncləri Muradın rəhbərliyi ilə öz həyatlarında itirilmiş nəzarəti tapmağa, hər kədərin içində doğan yeni ümidləri kəşf etməyə başladılar. Tural, Fatimə xanım, Ramil və digər gənclər atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri öz həyatlarına daxil edib, kəndin təsərrüfatında, məktəblərində və bazarlarda yeni planlar qurdu. Hər kəs həyatın ən qaranlıq gecələrindən sonra doğan təzə ümid işığını, itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Kəndin gözəlliyi, təbiətin incə səsi və insan ruhunun dərinliyində yanan o müqayisə olunmaz ümid hər kəsin həyatında yeni başlanğıclar yaradırdı. Bir gün Gülçay adlı bir çiçək, papatya, kənd meydanında açıldı. Bu papatya təbiətin təzə və səmimi ümidinin, sevginin və mərhəmətin canlı simvolu kimi kənd sakinləri tərəfindən böyük qiymətə layiq görüldü. İnsanlar papatyaya baxaraq hər bir papatya həyatın incə səsini, itirilmiş nəzarətin ardınca doğan təzə ümidin və sevginin simvoludur, deyirdilər. Bu, kəndin mədəniyyətində, atalarının nağıllarında və həyatın hər anında yeni ümid işığının bir simvoluna çevrildi. Bu hadisədən sonra Qəlbin Səsi layihəsi kəndin bütün sahələrində həm maddi, həm də mənəvi inkişafın simvoluna çevrildi. Kəndin təsərrüfatı modernləşdi, yeni texnologiyalar tətbiq olundu, lakin ən əsası hər kəs qəlbində atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini daşıyaraq həyatın hər çətinliyini sevgi və inamla aşdı. Qızıloba kəndinin hər kəsi həyatın inkubasiya prosesində hər acının ardında doğan yeni ümidləri və itirilmiş nəzarətin yerinə qalan sarsılmaz gücü eşidirdi. Murad, qürur adlı atının üzərində keçirdiyi uzun yolculuqda, hər addımda, hər nəfəsində öz qəlbində yanan o müqayisə olunmaz ümid işığını tapırdı. O, qürur əlin sürətli addımları ilə kəndin dar daş yollarını keçərkən, hər bir daş, hər bir yarpaq ona atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini xatırladırdı. Hər bir bu mənzərə ona insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının öz içində yeni bir başlanğıc, yeni bir ümid doğurduğunu bir daha sübut edirdi. Zaman keçdikcə Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi kəndin hər küncündə, hər evində, hər bazarında öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində və məktəblərdə hər kəs həyatın dərin qatlarından doğan, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, sevgi və mərhəməti yad edirdi. Hər kəs bu layihənin gətirdiyi maddi və mənəvi inkişafla həyatın ən çətin anlarında belə qəlbində yanan o müqayisə olunmaz ümid işığını itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edirdi. Nəhayət, Qızıloba kəndi atalarının eşq dolu nağıllarının, təbiətin səmimi və təzə səsini və insan ruhunun ən dərin qatlarından doğan müqayisə olunmaz ümid işığını ürəklərində saxlayaraq, gələcək nəsillərə də bu sarsılmaz dəyərin və gücün canlı təcəssümünü miras qoydu. Kənd sakinləri, hər kəs həyatın ən böyük zənginliyinin maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığında gizlənməsini dərk etdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Qızıloba kəndinin hər bir sakinin güclü ürəyin dastanı, qürurun və sevginin yolculuğu adlı bu dastanı ürəklərində daşıyır. Atalarının eşq dolu nağıllarının, dərin dəyərlərini və sarsılmaz ümid işığını heç vaxt unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz işıqdır. O, itirilmiş nəzarətin ardınca doğan, sarsılmaz güclə yaşayan, müqayisə olunmaz sevgi və ümidin təcəssümü idi. Beləliklə, Qızıloba kəndi, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, qəlbdə yanan sarsılmaz sevgi və ümid işığını və Qəlbin Səsi layihəsinin gətirdiyi yenilənməni ürəklərində saxlayaraq, həyatın hər çətin anını sevgi, mərhəmət və inamla aşaraq, gələcək nəsillərə də bu sarsılmaz gücün və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq, həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə başlanğıclar, sarsılmaz ümid və sevginin canlı təcəssümü olaraq əbədi yaşayır.
Beləliklə, Güclü ürəyin dastanı, qürurun və sevginin yolculuğu adlı bu nağıl, Qızıloba kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə, qəlbdə yanan sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq həyatın hər səhifəsini, hər cümləsini, qəlbin səsini, o müqayisə olunmaz, sarsılmaz işığı eşidərək öz nağıllarını sevgi, mərhəmət və inamla davam etdirdi. Bu, Tolstoyun romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Beləliklə, Qızıloba kəndi atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi və inamla aşdı. Öz nağıllarını Güclü ürəyin dastanı, qürurun və sevginin yolculuğu dastanını yazaraq, gələcək nəsillərə də bu müqayisə olunmaz dəyərin və sarsılmaz ümidin canlı təcəssümünü miras qoydu. Hər kəs həyatın ən böyük zənginliyinin maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığında gizli olduğunu dərk edərək hər bir səhifəsini sevgi və inamla yazmağa davam etdi.